Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək. Yeni Sabah məlumat verir ki, bu, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və mədəniyyət komitələrinin bugün birgə keçirilən iclasında müzakirəyə çıxarılan dövlət qulluğu haqqında qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab olunduqda və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə, dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək. Bu il dekabrın 1-nə qədər Azərbaycanda işçilərlə işə götürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1.905.398 olub. Bu haqda Dövlət Vergi Xidməti məlumat yayıb. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 503 mindən çox artım müşahidə edilib. O cümlədən qeyri-neft qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 493.949 vahid artıb və 1.033.871 olub.